mərahili ki, bir dənə şair gərək tey eləyə, şeir yaza və o şeirinin içində ehsas ola, şeirində ruh ola, mərdumi o şeir vəcdə şuura gətirə, bu fununu mərhum Ustad Münzəvinin xidmətində در حد امکان örgəşmişəm. Hüseynə yerlər ağlar, göylər ağlar, Bətul Mürtəza, Peyğəmbər ağlar. Bir nəfər ki, adını qoydu Məddah Əhl-i Beyt, istədi İmam Hüseynin sözündən danışa, qonşusu, famili, qardaşı, eli, tayfası, ictimai gərək onun hərəkətində, onun oturuşunda, onun duruşunda, onun danışığında İmam Hüseynin ətrin ondan alalar. Yəni İmam Hüseyn məktəb insansazıdır. Biz ki İmam Hüseyndən danışırıq, gərək bizə baxan, bizi görən ehsas eləyək ki, İmam Hüseynin əshabın görür. Həm az nəzər zahiri, həm az nəzər batini qəlbimiz pak ola, Hesadət, xudnəmayı bizim vücudumuzda olmaya, səy eləyək özümüzdən kiçiklərə bildiklərimizi örgədək, özümüzdən böyüklərin də əllərindən öpək ki, zəhmət çəkib ömürlərin sərf eləyib bizə söz örgədiblər. Hüseyin payende etti as-salati. Payende etti as-salati. As-salati. Hüseyin'den oldu İslam'ın necat. Hüseyin'den oldu İslam'ın necat. Hüseyin'den oldu İslam'ın necat. Hüseyin غرق بلا سیماس خندان. غرق بلا سیماس خندان. Hüseyin heyrətdə qoydu. Hüseyin heyrətdə qoydu kainat. خب قرار که محیط کربلادن سید شهدادن دانشاخ عزیزان سید شهدا imamdır. Yəni Allahın tərəfindən yer üzündə nümayəndədir. Bu nümayəndəki imamdır, deyir çıraqları söndürün. Çıraqları ki söndürürlər, nə deyir? Deyir gedən geçsin. Hər kəs gedir geçsin. Bu ləşkərin, bu 30 min nəfərin, bu 50 min nəfərin mənlə işi vardı. Hər kəs gedir geçsin. Hududən tarixdə yazır, 100 o fikr edirəm 27-28 nəfər İmam Hüseyndən gəlmişdilər. Yavaş-yavaş getdilər. Qaranlıqda qaldı 72 nəfər. Ələk oldu. O naxalislər töküldü, xalislər qaldı. Ağa buyurdu ki, Əbbasım, Əkbərim, Qasımım, qardaşım balası, əshabım, bunların mənlə işi var. Mən imamam, beyəti sizdən götürürəm. Ruzu qiyamət Allah sizdən sual eləməz. Əgər gedisiz, siz də gedin. Bunların mənlə işi var. Qəmər Bəni Haşim o qeyrət kanı bir miqdar qəlbi məhzun oldu. Dedi Hüseyin can, yadındadır atam Əli dünyanı vida eləyəndə mənim əlimi qoydu sənin əli və sənə tapşırdı. Və səni də mənə tapşırdı. Dadaş, mənə deyirsən gedirsən get. Hüseynə yerlər ağlar, göylər ağlar. Bətul Mürtəza, Peyğəmbər ağlar. Dadaş, xiyal eləmə, əgər geçsəm gedəcəyəm Mədiniyə, Ümmül Bənin nənəmin huzuruna, yox. Əgər qərar ola gedərəm Nəcəfül Əşrəfə, üzümü qoyaram babam Əlinin qəbrinə, səndən gilayə elərəm, deyəm Əli can, ata can, Mola can, sən ki məni tapşırdın Hüseynə, indi Hüseyn mənə deyir gedirsən get. Dadaş hara gedim, əzizim hara gedim, Hüseynim hara gedim, sözümdə sənə qurban Hüseyn, canımda sənə qurban Hüseyn, gözümdə sənə qurban Hüseyn, qollarımda sənə qurban Hüseyn. Hüseyn mənim behiştim sənsən, mənim dünyam sənsən, mənim var yoxum sənsən Hüseyn. Mən səni boşlamaram. Pəs burada nə mənə, vəxti İmam Hüseyn
beyəti götdü onlardan ki, gedisiz, siz də gedin. Yəni, ruzu qiyamətdə heç sualları yoxdur. Heç günə bunlardan sual olmayacaq. Amma nə oldu? Nə oldu? Bunlar özlərin fədai imamət və vilayət elədilər. Vilayət. Çünki imam buyurdu ki, sizinlə işimiz yoxdur, ruzu qiyamətdə sual-cavab yoxdur. Yəni, Allah bunlarla işi yoxdur. Bunlar imamət tərəfindən azaddılar, gedələr. Amma Əli Əkbər, Müslim ibn Usəcə və Həzrət Qasım, Əshab-ı Hüseyin qaldılar, canların fədai imam və imamət elədilər. Hüseynə yerlər ağlar, göylər ağlar, Bətul Mürtəza, Peyğəmbər ağlar. Hər zaman məclisə şuridə suxənvər yaraşar. Hafızın şeirinə pürqiymət olan zər yaraşar. Sədi o hafızə çatmaz nə qədər şair olar. Bu iki şairə 1000 kisədə qovhər yaraşar. Şəhriyarın gözəl əşarına heyrətdə ədib, gül düzüb şaxiyə quya elə sözlər yaraşar. Çəkdi zəhmət neçə il məktəbi təbliğ elədi. Ərzişi çoxdur, məgər qəbrinə mərmər yaraşar. Qəbrini başdan əyaqa tutalar gər qızıla, deyərəm azdır, tökün qəbrinə şəkkər yaraşar. Yığ bəsatı, belə fikr eyləmə şair sən əmir. Yığ bəsatı, belə fikr eyləmə şair sən əmir. Bir ovuş buğdiya şeirin ginə kəmtər yaraşar. Dəhum mah Muharrəm açılıb sobh sepid. Dəhum mah Muharrəm açılıb sobh sepid. Qulaq as gör necə bu nüktiyə bavər yaraşar. 72 nəfərə 100.000 olub amadə. Hansı vicdana bu əndazə bərabər yaraşar. Səf bə səf düzdü Hüseyin ibn Əli ləşkərini. Səf başında görüb Abbas-ı dilavər yaraşar. Səf bə səf düzdü Hüseyin ibn Əli ləşkərini. Səf başında görüb Abbas-ı dilavər yaraşar. Dedi, qardaş, ələmin al ələ, fürsət azalır. Dini hifz etməğa vallah belə əllər yaraşar. Qəlbə Abbasidə tüğyan eləyib qan coşuri. Deyir, aya sənə Mola belə növkər yaraşar. Deyir, aya sənə Mola belə növkər yaraşar. Qızarıb gözləri ədaya cəsurada baxır. Qələm olmağa dedi, bu iki şəhpər yaraşar. Tablo şeypur çalıb, ləşkər bildin o şərəf. Bir amadə-i rəzm olmağa səflər yaraşar. Əkbərin azəm meydan edib əvvəldə Hüseyin, qanlı bir nehzətə ciddən belə rəhbər yaraşar. Qanlı bir nehzətə ciddən belə rəhbər yaraşar. İftixar ilə salıbdır yola dil meyvəsini. Dedi, qəlbində fəqət Əkbərə Əkbər yaraşar. Hüseynin köynəyi Zəhra əlində çəkər qeyha qiyamət məhşər olur. Hüseynə yerlər ağlar, göylər ağlar, Bətul-u Mürtəza Peyğəmbər ağlar, Bətul-u Mürtəza Peyğəmbər ağlar, Hüseynə göylər ağlar. İftixar ilə salıbdır yola dil meyvəsini. Dedi, qəlbində fəqət Əkbərə Əkbər yaraşar. Əkbərindən çəkib əl, Qasimi amadə edib, buyurub axirə qal, çün sənə axər yaraşar. Dedi, Qasim əbu, yoxdur atam, ağlatma məni, yollan eydana, fəda olmağa peykər yaraşar.
Şəhələb, teşnələb şəh çəkib əl başına, sildi gözünü, dedi gül peykərə oğlum, necə xəncər yaraşar. Çatdı Qavsin Əli Əkbər Əli tək məbudə, bəli, düz aşıqə topraq ilə səngər yaraşar. Rəsmidir, rəsmidir. Əgər bir dənə padişah, əgər bir dənə sərhəng, əgər bir dənə reis cümhur bir şəhrə ayrı yerə namə yaza, o namə milaki bu deyil ki, 300 səfə ola, 400 səfə ola ya 5 səfə, yox. O namənin milaki budur ki, o namənin dibində bir balaca möhr o imza ola, bax. Rəsmidir, namənin imzası olar axirdə. Möhr o imzaya Hüseyin gördü ki, əskər yaraşar. Möhr əlində dolanır rəzmi, mürəkkəb tapır. Hər mələ gördü o hingamidə 3 pər yaraşar. Dedi, səbr eylə Hüseyin, yaxşı mürəkkəb düzədim. Tiri fərz eylə qələm, gör necə xoştər yaraşar. Tiri fərz eylə qələm, gör necə xoştər yaraşar. Əzizan, Həzrət-i Seyyid-ə Şühəda, əshabı ki qutardı, gülləri ki pərpər oldu, Əli əskəri ki hediyə verdi Allah'a, nə oldu? Növbət özü də çatdı. Növbət özünə çatdı. Getdi Əl-Qərəz. Əl-Qərəz növbəti meydan yetişibdir özünə. Bir qoca seyyidə aya neçə ləşkər yaraşar. Getdi Zəhra toxuyan köynəyi Zeynəb verdi. Qəmlərə dözməyə Zeynəb kimi xavər yaraşar. Xeymədən fasilə tutdu, bacı qardaş danışıb. Haqq gözü olsa o hengamidə davər yaraşar. Öpdü Zeynəb quruyan ləbləri, ahistə dedi, get bacın qəddi və qurban, sənə madər yaraşar. Get Hüseynim, nənəm Zəhranın gözləri yollardadır, səni gözətləyir, get. Hüseynim, get. Ki, Hacəmlər, Ustad-ı Əziz gözəl yazıblar ki, Həzrət-i Seyyid-ə Şühəda istədi gedə meydana, gördü daldan səs gəlir. Qıf ya əxa, qıf ya əxa, qıf ya əxa. 3 dəfə dayan ay qardaş, dayan ay qardaş. Döndü, baxdı, gördü Zeynəb. Zeynəb, əl-an ki, səndən xudafizlik elədim, nəyə məni dubara çağırdın? Dedi, Hüseynim, nənəm Zəhra axiri ləhzələrdə 2 dənə mənə vəsiyyət edib. Biri budur, nənəm köynək toxuyardı, mən baş tapmazdım, bu köynəyi nəyə toxuyur? Bir gün çağırdı, dedi Zeynəbim, bir gün yetişər, Hüseynimin rəngi zəfəran kimi saralar, biyabanda tək qalar, sən olarsan, Hüseyin olar. Ondan mən olmaram, qızım, mənim əvəzimdən bu köynəyi geydir qardaşı əyninə, sonra yolla meydana. Amma Hüseyin, nənəmin 2000-ci vəsiyyəti budur, 2000-ci vəsiyyəti budur. Dedi, bir gün olar, Hüseynimin dodaqları susuz olar. Ondan